Salam değerli YouTube izleyicilerimiz. Bugün sizi çok möhtəşəm bir evlə tanış eləməyə gəlmişəm. Əgər mənim səmimiyyətimə inanırsınızsa, hər zaman müştərilərim mənə inanıb, güvənib bunu rəylərdə də qeyd edirsiniz. Allah razı olsun. Hər birinizə təşəkkürümü bildirirəm. Yəni səmimiyyətimə inanırsınızsa, inanın ki, bu evi həqiqətən çox bəyənəcəksiniz. Elə bir evdir ki, əsl siz axtaran evdir. Hətta 2 dənə yanaşı evdir. İndi digər evdə çöl tərəfdən sizə göstərəcəm. Proyekt eyni, kvadrat eyni, qiymətdə eyni. Sənədləri hər ikisinin ayrı-ayrılıqda, evin də torpağında kubcasıdır. Kameranı geri verim, digər evimizi də görəsiniz. Sadəcə digər evimizin hardasa 10 günlük işi qalıb. Fasadının rəngi qalıbdır. Demək olar, içi tam hazırdır. Bir tek fasadının rəngi vurulsa, o da satışa tam hazır olacaq. Hər ikisinin qiyməti eynidir, əziz izləyicilərim. Videomuzu səbirli olub sona qədər izləsəniz, bütün məlumatlarından da xəbərdar olarsınız. Evin yerləşmə yeri Savalan yaşayış massividir. Savalanın ən gözəl, ən hündür məhəlləsi. İndi evin pilləkənini qalxanda kameranı çevirəcəm. Evin bütün yaşayış yerini sizə göstərəcəm. Evin yaxınlığında nə bir göl yoxdur, nə bir su yoxdur. Hətta demək olar ki, burada boş torpaq belə yoxdur. İndi özünüz də bunun şahidi olacaqsınız. Hər tərəfi 2 mərtəbəli, 3 mərtəbəli evlərdir. Savalanda 28 sayılı orta məktəbin tam yaxın məsafəliyində yerləşir. Evdən çıxdığınız piyada məktəbə qədər hardasa 500-600 metr məsafədir. Həyəti görürsünüz, tamet daşla döşənilib. Əlavə boş torpaq yeri saxlanılıb. Həyətinə də, evin qarajına da bir neçə maşın tam rahatlıqla daxil ola bilər. Evimiz 2 mərtəbə 8 otaqdan ibarətdir. 240 kvadratda evin ümumi sahəsidir. Gəlin keçək 2-ci mərtəbə ilə sizi tanış edeyim. 1-ci mərtəbə ilə 2-ci mərtəbənin proyekti eynidir. Ona görə də 2-ci mərtəbəni göstərəcəm. Buradan çardağa girişi var evin. Evin tikintisi zamanı ən yüksək və keyfiyyətli materiallar istifadə olunub. Baxın, bu da evin ətraf yeridir. Rahat şəkildə sizə göstərirəm. 139 nömrəli marşrut evin 50 metr məsafəliyindən keçir. Qoşadaş, betonlu, kəmərli, hər 2 mərtəbə dəhliz sistemlidir. Dəhlizə daxil olduqda sağda gəlir evimizin mətbəx hissəsi. Evdə kombi sistemi çəkilib, yenicə təmirdən çıxıb, evdə də yaşayış olmuyor. Aboylar vurulub, polunun lakına qədər hamısı çəkilib. İnanın ki, evin həqiqətən tikintisi zamanı ən gözəl materiallar seçilərək istifadə olunub. Hər bir divarı da qoşadaş. Savalanın tam mərkəzidir, evin yerləşmə yeri. Kommunallarımızın hamısı var. Qaz, su, işıq daimidir. Çayğaçların da hamısı qoyulub. Kim alacaqsa, Allah həm alan, həm də satan müştərisinə ən xeyirlisini qismət eləsin inşallah. Fərq etmir. Bizdən alsanız da sağ olun, almasanız da sağ olun. Tək ki, bu evdə həmişə, hər zaman xeyir iş olsun. Burada ən sonuncu yataq otağı. Çox üzr istəyirəm, evin qiymətini qeyd eləməyi unutdum. Ev o qədər mənə gözəl gəlir ki, danışıram, qiymət də yadımdan çıxır. Evin qiyməti 129.000 manatla satışa çıxıb. Real alıcılarımız olsa, üstəlik də bizim səhifədən gələn müştərilərə hər zaman xüsusi bir endirim olunub ev sahibi tərəfindən. Bu da möhtəşəm bir endirimlə sizə satışı təqdim olunacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.